Əziz pasiyentlər, bugün sizə çox maraqlı bir mövzunu danışmaq istəyirəm. Çox qadınların Azərbaycanda özəlliklə toplumun ən hassas yerlərindən biridir. Gülsümün uzun sürə övladı olmayıb və tüp bebek tedavisi görüb. Tüp bebek tedavisi görmədən öncə mutlaq bir şəkildə həkimə müraciət edin, süd vəzlərinizi müayinə etdirin, vacibdir. Mamoloq süd vəzlərinizi müayinə etsin. Çünki o zaman qəbul etdiyiniz preparatlar, hormonlar və s. sonradan sizə çox sıxıntılı bir şeylərə vəsilə ola bilir. Ona görə diqqətli olmalısınız. Gülsüm özü ətraflı sizə məlumat verəcək. 32 yaşındayım. 5 il övladımız olmadı. Buna görə də məcbur qaldıq. Əvvəlcə dərman müalicələri, amma dərman müalicələrinin faydasını görməyəndə və əksər həkim bizə bunu da demişdi ki, sadəcə süni mayalanma yolu ilə övlad sahibi ola bilərsiniz və biz bu yola başvurduq. Amma bilinçsizcə başvurduq. Çəşi o zaman qarşımıza Günel həkim kimi yaxşı, vicdanlı və insaflı həkim çıxsaydı və bizi heç bir mamoloqa yönləndirmədi. Sadəcə süni mayalanma tədavilərinə başladıq. Türkiyədə ilk süni mayalanmanı oldum, amma alınmadı. Və bir daha ora inam yaranmadı deyə içimizdə getmədik. Növbəti süni mayalanma deneməmiz Bakıda məşhur klinikalardan birində oldu. Və tutdu. Min şükür, əslində peşman da deyiləm. Belə peşman deyiləm ki, dünya tatlısı bir qızım var. O məni həyata yenidən bağladı. Amma həyatımız yoluna girmiş dedikcə qızımın 2 yaşı oldu və mən anidən hamamda, yuyunanda sol sinəmdə şiş hiss elədim. Və ihmal eləmədik, məsuliyyətsizlik eləmədik. Həmən xəstəxanaya getdik, biopsi götürdülər və cavab belə çıxdı ki, mən artıq xərçəng xəstəsiyəm. Əlbəttə ki, ilk vaxtlar barışa bilmirdim bununla, əlbəttə ki, bu mənə çox ağır gəlirdi və hətta inanmayacaqsınız, amma mən artıq 8 ildən sonra xərçəng yolu ilə öz-özünə hamilə qalmışdım. Bir çox həkimlər mənə dedi ki, uşağını aldırmalısan, çünki bunun böyüməyi xərçəngin daha da yayılmağına səbəb ola bilər. Amma bu mənim üçün ən böyük travmalardan biri oldu, çünki 5 il övlad sahibi olmayıb, sonradan Allahın verdiyi möcüzəni öz əlimlə itirməyi bilirəm. Əslində mən buna məcbur idim və günah da deyildi. Amma bu mənə böyük bir həyatımda heç vaxt izi silinməyəcək bir travma gətirdi. Günel həkimi tanımazdan öncə hər kəsin bildiyi məşhur onkoloji mərkəzə getdim. Psixologiyama yaxşı təsir etmədiyi üçün Allah razı olsun, rahib doktor qabağıma çıxdı. Mən ondan çox müsbət enerji aldım, çox Allah ondan razı olsun və Allah bu mələyi qarşıma çıxardı və mən əməliyyat olundum. Artıq 3-4 gün